Açoz-çosa gelsene, gelip salam versene, kurcunu doldursana, çosanı yola salsana. Ha uyruğu, saqqalı it kuyruğu, çosan bir oyun eyler, uzunu koyun eyler. Yığar bayram qoncasın, çosanın toyun eyler. Mən də APTB rəhbərliyi başçı olmaqla, kollektiv başçı olmaqla bütün Azərbaycan xalqının bayramını təbrik edirəm. Necə də belə gözəl illərə çıxasınız inşallah. Bayram günündə hara qonaq getməyi planlaşdırırsınız? Əslində indi qonaq getməyə çox qalmayıb. Daha çox indi başqa yerlərdə görüşürük, onlayn şəkildə olur hər şey. Ona görə indi daha çox ənənəvi şeylər qalmayıb məncə. Biz bir-birimizin evinə qonaq gedirik, qonaq qəbul edirik. Bayramda elə qonaqlarla gözəldir də. Təkcə bayram olmaz axı. Anama dəyməyə. Əlbəttə böyüklərimiz istəyərdim qonaq getmək. Onları mütləq ziyarət eləmək lazımdır bu bayramda. Bu bayram bizim milli bayramımızdır. Mənə görə müqəddəs bayramdır. Əzizlərimin evinə, oğlanlarımın, qızımın, yəni başqa bir yer istəməzdim, ancaq öz balalarım. Nənəmgilə ailəvi keçirtməyi tövsiyə edirik. Əslində elə bir adət-ənənə demək olar ki, qalmayıb da, hamı yəni onlayn qaydada öz evində, yəni telefon vasitəsilə azından belə danışırlar, bir-birlərini təbrik edirlər. Daha çox qohumlar üçün elə gedirik rayona ki, onlar ev-ev gəzib adət-ənənələri davam elətdirək. Rayonda keçirirəm əzizlərimlə. Bayram gününə qonaq getmək o keçmişdə qaldı. İndi elə çox gedirik olmur. Cama sosiallaşıb, hamı bir-birindən WhatsApp-da və yaxud da müxtəlif sosiallarda təbrikləşir, bayramlaşır, get-gəl azalıbdır. Burada qohum əqrəbələrə gedirik. Elə bayram gündə biz Bakıya qonaq gəlmişik Şəmkirdən qohumları ziyarət eləməyə. Novuz bayramı bayram olsun.